Əgər bu həftə sonu yolunuz dənizkənarı Milli Parkdan düşsə, orada əsl futbol apavasını yaşaya biləcəksiniz. Çünki mini futbol üzrə dünya çempionatı bilirsiniz ki, Bakıda keçiriləcək və bu çərçivədə isə artıq fan zona açılıb. Mayın 21-dən iyunun 1-nə kimi Milli Gimnastika Arenasında keçiriləcək bu mundial və bununla bağlı dənizkənarı Milli Parkda fan zona təşkil olunub. Ötən gün Gənclər və İdman naziri Fərid Qayıbov, Azərbaycan Mini Futbol Federasiyasının prezidenti Orxan Məmmədov fan zonada yaradılan şəraitlə tanış olublar. Ərazidə müxtəlif əyləncə seksiyaları və atraksiyonlar quraşdırılıb. Fan zonanın açılışında mini futbol üzrə milli komandamızın üzvləri, həmçinin Yaşad fondunun dəstəyi şəhid övladları da iştirak ediblər. Onlara müxtəlif hədiyyələr təqdim olunub. Onda qeyd edelim ki, milli komandamız mini futbol üzrə dünya çempionatının A qrupunda Sloveniya, Mavritaniya və Bəhreyn kollektivləri ilə mübarizə aparacaqlar. Bizim komanda 2022-ci ildə məşhurlaşdı, haçan ki Avropa çempionu oldu və ondan sonra ötən ildə keçirilən dünya çempionatında da komandamız uğurla çıxış edərək 4-cü olmuşdur. Artıq dünya çempionatı Bakıda keçirilir və növbəti həftə biz bunun açılışında olacaq, hamımız iştirak edəcəyik və təbii ki doğma azarkeşlər qarşısında çox məsuliyyətlidir çıxış etmək. Amma eyni zamanda da biz inanırıq ki, fürsətdən də istifadə edib istərdim ki, tamaşaçıları da, azarkeşləri də Milli Gimnastika Arenasına dəvət edelim. Haradakı bu dünya çempionatı baş tutacaq ki, bizim komandamıza dəstək olsunlar və inanıram ki, komandamız çox uğurla bu dünya çempionatında çıxış edəcək. Bugün əlamətdar bir haldır ki, biz şəhərin sakinləri və qonaqları üçün bulvarda, Milli Bulvar parkda fan zona açdıq və burada vətəndaşlar, sakinlər öz asudə vaxtını keçirə bilərlər və hesab edirik ki, bu daha da marağı artıracaq dünya çempionatına və Milli Gimnastika Arenasına gəlincə orada da son işlər artıq tamamlanır və demək olar ki, bir neçə günə arena tam hazır olacaq. Azarkeşlərin gözləntisi çoxdur, bizim də rəhbərlik olaraq gözləntimiz çoxdur. Əlbəttə ki, biz qalib olmaq istəyərik və onu da məqsəd kimi qoymuşuq. Bəli, amma bu dünya çempionatıdır, rəqabət çoxdur, güclü komandalar gördüyünüz kimi gəlir və hesab edirəm ki, üçlüyə düşmək artıq bizim üçün böyük bir uğur sayılacaq. Odur ki, əziz tamaşaçılar, mini futbol üzrə millimiz də düşünürəm ki, bu mundialın əsas favoritlərindən sayılır. Odur ki, mayın 21-i və iyunun 1-də bu tarixlərdə Milli Gimnastika Arenasında keçiriləcək oyunlarda gəlin elə millimizə tribunalardan dəstək olaq.